Hər kəsə salam, kanalımıza xoş gəlmisiniz. Növbəti qonağımız Vüsal Sultanlı olacaq. Biz Vüsal bəylə ideyalar, layihələr, startaplar haqqında danışacağıq. Vüsal bəy, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Bizim üçün xoşdur. Vüsal müəllim, həqiqətən bu günlər bir daha gənclərimizə, ideyası olan şəxslərin hər birinə örnək olacaq bir şəxslərdən birisi deyə düşünürəm və gözəl layihələriniz və gözəl proqramlarınız var və biz mövzuya başlayaq nədən? Gənclərin bizə dəstək olacağıq ki, ideyalarını gerçəkləşdirsinlər. İlk öncə ilk sualım bundan başlayacaq ki, hər gəncin ideyası varsa, bunun üçün maliyyə resurs lazımdır, yoxsa maliyyə resurs olmadan da biz hansısa bir ideyanı gerçəkləşdirə bilərik? Maliyyə resursu yox, çox geniş sual verdiniz. Geniş bir cavabla başlayacağım. 0 manatla başladım deyən. Bəzən olur, görürük, məsələn, YouTube-da və ya sosial bir 0 manatla mən biznes qurdum. Bu Bütün realdır. startaplar 0 manatdan başlayır. Bütün startaplar 0 manatdan. Yəni bu sadəcə oturub birinci düşünüb, sonra o düşüncəni fürsətə çevirib, yəni belə deyək, ideyanı o opportunity recognition deyirlər. Oturub strateji analiz eləyib, nəticə çıxartmaq lazımdır ki, bu fürsətdir ya yox. Və ondan sonra oturub müəyyən miqdarda planlama eləyib və sadəcə başlamaq lazımdır. Bu işin əslində ən çətin hissəsidir, başlamaq. Yəni action'a keçmək. Ona görə əslində belə götürəndə bütün startaplar 0 manatdan başlayır və belə olması da əslində daha optimaldır. Çünki startap nə vaxt ki 0 manatdan başlayır, onda başa düşür ki, pul qazanmaq lazımdır. Həqiqətən də yol üstü pulu qazanmağı öyrənir. Sonra bir balaca o pulu pis xərcləyir ya da özünə xərcləyir. Sonra başlayır o pulu həqiqətən də düzgün xərcləməyi öyrənməyə və yavaş-yavaş başlayır inkişaf eləməyə. Yəni bu tədrici bir prosesdir startap. Elə olmur ki, dünyada həm pulu qoydum, elədim, tutdu. Belə bir söhbət yoxdur. Bunun addımları var, addım-addım getmək lazımdır, öyrənmək, yavaş-yavaş inkişaf eləmək lazımdır. Həm texniki cəhətdən, həm biznes infrastrukturu cəhətdən, həm də şəxsi inkişaf nöqteyi nəzərdən. Ona görə mən deyərdim ki, 0 manatla başlamaq realdır, belə də olmalıdır. Məsələn, bu hal-hazırda evində oturan gənclər var, gənc olması insanlarımız var, hansı startapları var və risk edib çıxarda bilmirlər ortaya. Ya resurs cəhətdən olsun, ya ətrafının zəifliyi cəhətdən olsun, fərq yoxdur. Siz onlara nə tövsiyə edərsiniz? Onlara tövsiyə edirəm ki, birinci növbədə araşdırsınlar. Keçən bu biraz öncə dediyim Nayora ilə olan demək görüşdə bir dənə xanım mənə çox yaxşı bir sual verdi. Dedi ki, bəs mən uzun müddətli düşünə bilmirəm. Bax, həmin xanıma da dedim ki, uzun müddətli düşünmə deyə bir şey yoxdur. Uzun müddətli planlama deyə bir şey ola bilər. Yəni oturum, düşünüm ki, 3 il sonra başıma nə gələcək? Onsuz da bilə bilməzsən ki. Oturub bir keçmişə baxıb, indi nə eləmək istəyirəm və 3 ay sonra harda olmaq istəyirəm? 3 ay sonra bu hədəfimə çatandan sonra, 6 ay sonra hara getmək istəyirəm ona çatandan sonra, bunu planlama deyə bir şey var. Ona görə startapı olan şəxslər birinci növbədə oturub bunu düşünüb, ortaya həqiqətən də bir problemdirmi? Bunu düşünməlidirlər ki, mənim həll yolum həqiqətən də ciddi bir problemimi həll eləyir. Buradan başlamalıdırlar yola. Sonra analiz eləyib, bunu həyata keçirməliyəmmi, keçirməməliyəmmi? Keçirməliyəmsə harda həyata keçirməliyəm? Bu ola bilər Azərbaycanda hansısa bir regionda bunu həyata keçirdim və ya heç ümumiyyətlə Azərbaycanda həyata keçirtməyim, Qazaxıstanda həyata keçirdim və ya nə bilim Malayziyada həyata keçirdim. Bunun analizini ortaya çıxartmaq lazımdır və bu da dediyim kimi sadəcə düşüncə ilə, oturub düşünməklə olmur. Ciddi şəkildə araşdırma ilə olur. Birinci məsələ ondan ibarətdir ki, həqiqətən həmin şəxs həmin problemi kəşf eləmiş olsun, özü o problemi hiss eləsin və həll yolunu ortaya çıxarsın. Öz şəxsi təcrübəsindən irəli gələrək. Və bunu mümkün qədər innovativləşdirsin ki, həm hər kəs üçün əlçatan olsun və o global expanding eager o ki deyirlər, o qlobal böyümə elə bil acılığı olmalıdır startapın ki, investisiya üçün maraqlı. Motivasiya güclü olmalıdır. Çox böyük olmalıdır. Əlbəttə ki, yəni ilkin, yəni motivasiya və müqavimətkarlıq çox böyük olmalıdır. İlkin bizdə təəssüf ki, çox vaxt bu hadisə baş verir. Bizdə yox, bütün dünyada bu hadisə baş verir. Tez motivasiya düşürlər. Ağlıma yaxşı bir dənə ideya gəldi. Okey, nə edeyim? Ayda bu ideya var. Ya ideyaların onsuz da 90% klondur.
Yəni məsələn Avropada olan bir startap Azərbaycanda bunu eləmək pis bir şey deyil, yanlış bir şey də deyil, qeyri-etik bir şey də deyil. Heç Avropadakı startap böyük ehtimal bura gəlmək istəmir, çünki onun o Avropa consumer behaviorunu yaxşı bilir, müştəri davranışını yaxşı bilir. Azərbaycanda və ya Türk dövlətləri, belə deyə və ya MDB deyə bilər, regional ola bilər. Buradakı müştərinin davranışı tamamilə başqa cürdür. O startap bura gəlmək üçün gərək çox update-lər eləsin öz ideyasında, sistemində. Dəyişikliklər fərqli olsun. Biraz individuallıq olsun ki, həmin regiona uyğunlaşa bilsin. Cəmiyyətin əsas fərqi burada çıxır. Tamamilə, eyni ilə, yəni adaptasiya olmalıdır. O adaptasiyanı da həmin startap gəlib Azərbaycanda eləyə bilməz. Mümkün deyil. Yəni Elon Musk gəlib Azərbaycanda bir startap qura bilməz. SpaceX yarada bilməz. Yəni mümkün deyil də Elon Musk dünyanın ən yaxşısı ola bilər, amma Azərbaycanda gəlib startapçı ola bilməz. Çünki buradakı consumer behavior bilmir. Və ya Azərbaycanda böyüsəydi, Elon Musk olardımı, olmazmı bu bir sual işarəsidir. Mən həmişə özüm nöqteyi nəzərdən deyirəm. Fikirləşirəm ki, mən müəyyən miqdarda qəbul eləmişəm ki, mən heç vaxt Elon Musk olmayacağam. Ancaq mənim əslində hədəfim bu deyil. Hədəfim odur ki, mən ən azından öləndə, ölən yaşa gəlib çatanda hər şey normal şəraitdə davam eləsə, düşünüm ki, ən azından 3 dənə, 4 dənə Elon Muskları bu ölkədən yetişdirmiş olmuşam. Yəni bu şərait o startap üçün yetərli deyil bura gəlməyə və ya bilmir, məlumatları yoxdur və bu istiqamətdə biz çox çalışma eləyirik ki, xarici startapların Azərbaycana gəlməsi üçün çox gözəl fürsətlər var bizim ölkədə. Elə müəllim, sizin elə layihəniz var hal-hazırda ki, gənclərin və yaxud da gənc olmayan başqa şəxsdən fərqi yoxdur. Onlayn startapların dəstəkçi layihə proqramınız var. Zəhmət olmasa bu barədə məlumat verə bilərsiniz? Bəli, biz bir dənə venture studio yaratmışıq. Deməli, bu bir joint venture-dir. 2 dənə şirkət birləşib bir dənə venture studio ortaya yaratdıq ki, mümkün olduğu qədər idea ownerlara və early stage startaplara mümkün qədər o texniki və biznes resurslarını təmin edək, ortaya qoyaq. Amma bunu sözün əsl mənasında onlara təmin edək. Məsələ sadəcə gənclərə mentorluqla bitməsin. Onlarla birlikdə çiyin-çiyinə vuruşaraq hərəkət etmək. Onlarla yəni co-founding experience verməliyik, həm təsisçi təcrübəsi verməliyik onlara və Hubble Venture Studio yaratmışıq. Hansı ki, bura ideyası olan şəxslər sadəcə onlayn şəkildə girib apply edə bilərlər. Apply elədikdən sonra biz müəyyən miqdarda bir screening eləyirik o müəyyən applicationları və ondan sonra bir pitch üçün çağıracağıq. Çağırdıqdan sonra əgər uyğun olsalar həqiqətən də onlara 1 illik bir approach-la belə deyək, onların o ideyalarını böyüdüb bir startap halına gətirmək. Düz başa düşdümsə, yəni ideyam varsa məsəl üçün mənim sizə müraciət edə bilərəm. Bəli. Fonlu şəkildə, amma bu ideyanı yaxşı araşdırmalı, hər bir şeyini yerli-yerində etməli və sizə təqdim etməliyəm. Təbii ki, siz dəstək olasınız. Korporativ mentor saymaq olar bunun layihə üzərindəki mənim bu layihəmi startapı gerçəkləşdirməyim üçün siz həmin yol boyunca mənə dəstək olursunuz və mən o startapı sonda bir reallığa çevirə bilirəm. Bu tamamilə elədir, amma mən ümumiyyətlə özüm mentor sözünü çox sevmirəm. Çünki mentor burada mentorluq eləmək olmur startapda. Olur əslində, yəni advisory olur biraz daha, belə deyək. Amma sadəcə yəni uşağa tutaq ki, ideya owner gəldi, məsələn, Nihat bəy, siz ideyanız var, gəldi, sən Vüsal dedi ki, ay Nihat, get bunu belə elə, gəl. O Nihat gedəcək, eləyəcək, eləməyəcək. Bilinmir, bəlli deyil. Bir də gəncdir, təcrübəsi də yoxdur onsuz da. Böyük ehtimalla motivasiyası qırılacaq və sahib olduğu çox gözəl ideya həm cəmiyyəti itirəcək, həm ölkə itirəcək, həm həmin uşağın özü itirəcək. Yəni bunu ona görə də mentorluq deyil də biz onlarla çiyin-çiyinə həm təsisçi oluruq biz onlarla. Ki həqiqətən də oturaq onlarla birlikdə bunun biznes planını yazaq. Belə deyək, bir körpəni əgər necə əlindən tutub yeriməyi öyrədiriksə, yaxşı mənada belə qeyd. Bunu da siz onu edirsiniz. Eyni ilə yumurtanı qoyursan inkubatora sənə cücə verir. Bəli. Yəni yumurtanı inkubatora qoyub toka taxmasaq, o heç vaxt cücə verməyəcək də. Ona görə ona full experience, yəni tam miqyaslı bir təcrübə vermək lazımdır ki, həqiqətən də otursun, IT timi olsun, onun otursun bunu eləsin, hansı ki biz o timi veririk, belə də o resursları veririk ki, qardaşım. Bunun hamısı tam təmənnasızdır, düzdür? Biz onlarla həm təsisçi oluruq. Müəyyən miqdarda şeirlərini götürürük. Başa düşdüm. Hansı ki bu yəni dəyişir şey. Amma hal-hazırda həmin vaxtda isə hansı bir ödəniş etmir. Müraciət zamanı xeyr. Təbii ki biz gərək birinci ona baxaq, görək uyğundurmu, uyğun deyilmi. Sonra gəlsin, bax pitch eləsin bizə. Baxaq görə founder ümumiyyətlə startap üçün uyğundurmu, deyilmi? Təqdimat olmalı təbii ki. Təbii ki bir pitch deck, yəni yaxşı şəkildə dizayn olunmuş pitch deck lazımdır. Yaxşı şəkildə bir market analiz eləmiş olmalıdır. Yəni sadəcə ağlıma gəldi, oturdum, yazdım, düyməyə vurdum məsələsi deyil. Ondan sonra biz artıq həmin şəxslə birlikdə həm təsisçi oluruq.
müəyyən miqdarda şeirlərin götürürük, hissələri qarşılığında belə deyək. Yəni tam şəkildə onunla birlikdə bu experience-i biz də yaşamaq və onunla birlikdə böyütmək istəyirik. Əks halda bu proses produktiv olmur. Onda startap əsaslı bir və dayanıqlı ideyadan başlayır. Tutaq ki, deyək ki, mənim maraqlı ideyam var. Onun regiona uyğunluğunu necə ölçə bilərəm və yaxud da ki, elə öz təcrübənizdən və yaxud işlədiyiniz komandaya baxaraq deyə bilərsiniz ki, ən tələbatlı ideyalar nələrdir? Bu ideya üzərindən bir startap qurmaq olar və yaxud bu region üçün uyğun olar. Belə bir şey var? Var, bu çox geniş bir mövzudur. Ümumiyyətlə, məsələn, hər gün bizim ağlımıza əslində yaxşı fikirlər gəlir. Ancaq bu hər yaxşı fikir bu o demək deyil ki, bu startap ola bilər ya da bir biznesə dönə bilər ya da ki, həmin yerdə bir biznesə dönə bilər. Bunun üçün biz strateji analiz etməliyik. Hansı ki, strateji analizin iki növü var. Bir daxili analiz, bir xarici analiz. Bu universitetdə bizə öyrədirlər bunu. SWOT və PEST analizləri olur. Oturub analiz etməliyik ki, bu ideya mən bunu eləyə bilərəmmi? Hər şey yaxşıdırmı, düzgündürmü, güclü tərəflərim nədir, zəif tərəflərim nədir və ya xaricidə politik, ekonomik faktorlar nədən ibarətdir, sosial, texnoloji faktorlar nədən ibarətdir, uyğundurmu? Məsələn, mən bunu həmişə eyni misal verirəm, çünki çox aydınlaşdırıcı bir misaldır. Məsələn, mən bir dizayneram və mini yubka, belə deyim, mini ətəklər çox yaxşı dizayn eləyə bilirəm. Bunu aparıb, məsələn, bu mini ətəkləri istehsal edib gedib İranda bunu satmaram heç vaxt. Çünki İranda bir politik faktor var ki, mümkün deyil. Yəni ora aparıb orada satmaram. Və ya aparıb Səudidə də satmaram. Çünki orada da politikdən daha çox sosial faktorlar var. Hansı ki, insanlar biraz daha dinə bağlı, belə deyək, orada da satmaram. Yəni oturub bunu analiz etmək lazımdır. Amma Azərbaycanda sata bilərəm. Yəni oturub birinci növbədə hər yaxşı fikir fürsət deyil. Fürsət olub olmadığı üçün yaxşı analiz etməliyik. Fürsət olduqdan sonra oturub bunu yaxşı şəkildə planlamalıyıq və belə deyək, planımız bəzən çox vaxt onsuz da istədiyimiz kimi getmir. Amma ilkin planlama çox önəmlidir. Biznes planı yazmaq çox önəmlidir. Çünki biz hardasa işləyəndə bizim bir müdirimiz olur, gəlir deyir ki, Vüsal, sən falan şeyi düz elədin, əla, bizi belə deyək, o raise eləyir, ya da ki, Vüsal, sən nəyisə səhv elədin, gəl bunu dəyişək, düzəldək, bu cür olsun. Amma mən özüm öz biznesimi qururamsa, Tembol də bu bir innovativ bir startapdırsa, burada məni mühakimə edən faktor mənim özüməm. Və bunun üçün indi oturub yazmalıyam ki, 3 ay sonra harda olmaq istəyirəm və 3 ay keçəndən sonra oturum bir biznes planıma baxım ki, mən nə düşündüm və hara gəldim. Yəni bir özümü mühakimə faktorum olsun. Və eləcə də bu belə davam eləməlidir. O ki qaldı hansı ideyalar uğurlu ola bilər, hansılar olmaz. Kifayət qədər gözəl bir bazarımız var. Sadəcə Azərbaycan üçün əslində demirəm, türk dövlətləri üçün deyirəm. Çünki təbii olaraq daha doğrusu az yaşlı bir ölkəyik, əgər 91-ci ildən hesablasaq və inkişaf elətdirməli olduğumuz çox nöqtələr var. Bu nöqtələri sadəcə oturub baxıb tapmaq lazımdır. Əgər soruşsaq ki, hansı sektorlar ümumiyyətlə, məsələn, Deep Tech AI nöqteyi nəzərdən çox inkişaf eləməliyik. Yerli birdən çox yaxşı bir startap var. Məsələn, Aynisə, bilmirəm eşitmisiniz ya yox, müəyyən miqdarda müəyyən bir süni intellekt sahəsində founderın adı Caviddir. Çox çalışmalar eləyir, çalışır ki, biraz da inkişaf elətdirsin. Və ya məsələn Agritech-də kənd təsərrüfatı nöqteyi nəzərdən çox əksikliklərimiz var. Hansı ki, orada innovativ belə deyək strukturlara həm hardware, həm software olaraq çox ehtiyacımız var. EdTech nöqteyi nəzərdən çox ehtiyacımız var. Sadəcə EdTech-də biraz bazar çox qeyri-adidir. Həm qeyri-adi aksiyonlar baş verir. Bir də elə bir şey düşünmək lazımdır ki, belə deyək, ölkənin o təhsil infrastrukturuna uyğun bir atmosferi olsun. Yəni çox sektor saymaq olar. Sığorta sahəsində müəyyən miqdarda məsələn yenə də çox inkişaflar var, amma daha da inkişaf etməlidir. Daha da inkişaf eləməlidir. Avropada çox yaxşı məsələn sırf B2B bizneslərin sığorta edilməsi nöqteyi nəzərdən çox inanılmaz gözəl startaplar var. Onları oturub araşdırıb Azərbaycanda və CIS belə deyək, türk dövlətlərində daha çox CIS yox da. Necə eləmək olar? Üzr istəyirəm, siz daha çox türk dövlətləri üzrə fokuslanmısınız layihələrinizi. Biz ümumiyyətlə Profit-də konsultasiya şirkəti olaraq
əsas fokusumuz innovasiyada, belə deyək, konsultasiyalar həyata keçirməkdir və burada da bəli, türk dövlətləri əsas fokusumuzdur. Çünki həm çox smart, belə deyək, insan kütləsi var türk dövlətlərində, həm çox fürsətlər var və imkanlar da çoxdur. Sadəcə onları tapmaq lazımdır. Tapmaq lazımdır və müəyyən miqdarda, yəni problemlər də olduğu üçün o problemləri də müəyyən miqdarda həll etmək lazımdır. Biz əslində Hubble-ı qurmaqdakı ən böyük, belə deyək, hardan gəldik ki, Hubble-ı quraq? Bizim çox yaxşı məsələn investor outreach-imiz var. Azərbaycanda da investisiya eləmək istəyən çox yaxşı şirkətlər var. Həm türk dövlətlərindən, həm Asiyadan, həm Avropadan, həm Yaxın Şərqdən. Amma Azərbaycanda yetəri qədər müəyyən o nöqtəyə, investisiya nöqtəsinə, mərhələsinə çatmış olan startaplar yoxdur. Bu o demək deyil, hər startap investisiya almalıdır. Əslində startap çalışır ki, mümkün olduğu qədər investisiya almasın, özü qazanıb özü-özünə belə bootstrapping eləsin. Yəni qazandım, yenidən içəri o inject elədim, yenidən inkişaf elətdirdim ki, bütün hissələrim mənim özümdə qalsın. Təbii ki, bütün startaplar buna çalışır. Ancaq o daha da çox böyümək üçün, daha çox resurslar əldə etmək üçün, biraz daha qloballaşmaq üçün bir nöqtədə o investisiyaya ehtiyacı olan startaplar var. Hansı ki biz bunu eləyəndə görürük ki, bazarda yetəri startaplar, çox yaxşı uğurlu startaplar var. Ancaq onların ciddi şəkildə investisiya əksiklikləri var. Və bu investisiya əksikliyinin ən böyüyü, ən belə deyək, böyük hissəsi pre-seed investmentlardadır. Yəni ilkin mərhələ investisiyalardadır. Çünki ilkin mərhələ investisiyanı tapmaq çətindir də. Çünki o investisiyanı eləyən o investisiya daha riskli investisiyadır. Çünki startap hələ heç bir çox da özünü doğrultmayıb, müəyyən miqdarda MVP eləyib, gəliri var, o monthly revenue-su var filan bəsməkən, amma çox da yəni risklidir ona investisiya eləmək. Amma bunu eləmək istəyən şirkətlər də var. Sadəcə ölkəmizdə bir balaca startapların inkişaf eləməsi üçün gənclərdə biraz motivasiya lazımdır. Ən böyük motivasiyadan əlavə bu problem gənclərlə bağlı. Ən böyük problem məişət qayğısıdır. Çünki 25 yaşına qədər olan gənclərdə universiteti qutaran kimi, mən həmişə bunu gənclərə deyirəm ki, uşaqlar, universiteti qutaran kimi magistr eləməyin. Bu yəni düzgün bir addım deyil də. Sən bir bakalavr qutarıb, özünə müəyyən miqdarda işləyib görməlisən ki, mən peşəkar həyatımda bu boşluqlar var. Öyrəndiklərimi hələ bir həzm elə peşəkar həyatda. Ondan sonra həmin boşluqlarını get adı üstündə master, yəni get ustası ol. Nəysə, universiteti qutarırlar, ailə təsiri, baskısı və belə deyək, həm də ailə baskısından əlavə bu bizim o əmək bazarından da irəli gəlir. Magistrım olmalıdır. Girib magistr eləyirlər. Eləyəndən sonra da ailə gəlir ki, evlən. Ailə həyat. Şablonluğa uyğunlaşmaq. Ya da əsgər get. Ya əsgər onsuz da gedib gəlməlidir. Yəni qadınlarda bəs onlar ki, yəni xanımlar ki, əsgər getmirlər. Evlən. 25 yaşından sonra da böyük ehtimal evlənmiş olur. Məcbur bunun öhdəlikləri var. Risk eləmək şansı çox azdır. Yəni ailəmə deyə bilmərəm ki, mən öhdəliklərimi götürə bilmirəm. Gözlə mən 1-2 il startapla məşğul olub 24/7 onunla məşğul olacağam. Nə sənə mənəvi qayğı, nə maddi ehtiyacları qarşılaya. Komfort zonadan da çıxmaq da istəməyən biri olsa, vəbsə getdi o. Və onsuz da olmur. Çünki hələ alışmamışıq ona. Yavaş-yavaş alışmağa başlayırıq. Bu məişət problemi bizim ən birincimizdir. İkincisi mindset məsələsidir. Siz dediyiniz o inam, bu mümkündür, ola bilər. Bax bu mindset məsələsini Qazaxıstanlılar artıq aşıblar. Onlarda artıq mümkünlük prinsipi var beyinlərində ki, it happens da belə deyək. Davamlılıq lazımdır sadəcə. Sadəcə davamlılıq, mübarizəkarlıq və müqavimətkar olub o problemləri həll etmək lazımdır. Problem çıxdı, bay mən pes elədim, istəmirəm. Belə bir startap məsələsi yoxdur da. Yəni startap həyata keçirmək inanılmaz çətin bir prosesdir və çox uzun müddətli prosesdir. Yəni mən bizdə biraz belə Azərbaycanlılarda bu əslində çox bəyəndiyim bir şeydir, amma bizə bəzi minuslar da var. Ticarət beynimiz çox yaxşıdır, amma bizə bəzən yanlış da təsir eləyir. Yəni qardaş, mən qısa konkret 3 manatı qoydum, 3 ay sonra nə qədər pul qazanacağam prinsipimiz var. Amma bu belə deyil, ənənəvi ticarətdə belədir. Amma innovasiyada belə deyil. Axı innovasiyada oturub bir o platformanı MVP gətirməliyəm, simple versiyada, heç demək olar ki, heç nə deyil. Bir user feedback almalıyam, müəyyən miqdarda test eləməliyəm, görüm həqiqətən də ideyam doğrudurmu, optimaldırmı? Bir test elədim, gördüm, sonra bir balaca sistemi update elədim, sonra biraz daha böyük çərçivədə onu test elədim. Yəni bu proses çox uzundur və yorucudur.
Ona görə də bəzən yox, çox vaxt vaz keçirlər. Vaz keçmək məsələsi sadəcə Azərbaycan üçün yox, dünya üçün belədir. Bəlkə bir çox dünyada qoyan kimi startap başlayınca pul fikirləşmirlər. Yəni sadəcə bu bizdə biləsən var ki, Pul pul qazanır. Məsəl üçün bir şey edirlər, məsələn hansısa bir balaca bir mağazin olsun və ya hansısa kiçik bir biznes açılır. Görürsən bir aydan sonra mən aya məsələn 4 rəqəmli bir qazanc edə bilərəmmi? Keyfiyyətə fokuslan, keyfiyyətə fokuslansaq məncə bu qədər olmaz. O keyfiyyətə fokuslanda o biraz tələskənlik hissi yaradır ki, mən bu gəliri əldə edim. Çünki motivasiya gəlir olanda bilmirəm, həmin layihə öz artıq məqsədindən kənarlaşır. Yəni startap o gəliri qazanmalıdır. Bəli. O mümkün qədər artıq MVP Amma periodu. bir ay sonra yox da. O MR təbii ki, bir ay sonra mümkün deyil. O sistemi develop eləmək lazımdır. Yəni IT-şnik onu necə develop eləsin bir aya? Həm də mən onu harda testini bir ay içində user almalıyam, mümkün deyil. Prosta bizdə bir də belə bir şey var ki, məsələn, tutaq ki, startap bir balaca uğurlu oldu, pulu qazanmağa başladı. Məsələn, ayda 100 manat kar var da, net profit var. Öldü söhbət. Update qalır. Yəni vəsyoda qutardı. Ayda 100 manatına qurtardım, sonra da getdim bir dənə korporativ iş. Burada da ayda 100 manat, onsuz da 3 ay sonra ölür. Oradan da 100 manat fond yaşayacaq. Yəni bu 100 manat onsuz da 2 ay sonra öləcək. Yəni artıq gəlməyəcək. Sən o pulu götürüb yenidən bootstrap eləməlisən özünü inkişaf elətdirmək üçün. Yəni imperiyaların davamlı olması üçün sadəcə bir dənə şərt var: durmadan işğallara davam eləmək. Bəli. Yəni Roma imperiyası da bunun üçün dağıldı. Osmanlı imperiyası da Sultan Süleyman Qanunidən sonra çiçəklənmə dövrünə, lalə dövrünə girdi. Yəni bu belədir. Startap da belədir. Sən o bootstrappingə durmadan sistemi update eləməyə və qlobal aclığın olmalıdır. İnvestorun axtardığı budur. İnvestora gedib desən ki, nə bilim, mən bir dənə startapım var, istəyirəm ki, məsələn deyirəm, Şəmkir rayonu üçün uyğundur. Yəni investor üçün çox da maraqlı olmayacaq da. Mən istəyirəm ki, pulumu qoyum ortaya və bu pulum dəyərlənsin. Yəni mən 0. nə bilim, tutaq ki, 1% dəyərlənəcəksə gələk üçün heç bir əhəmiyyəti yoxdur. Yəni əldə dünyada hal-hazırda dövriyyədə fırlanan, backup olmayan inanılmaz çox Amerika dolları var. Amerika Birləşmiş ABŞ dolları var. Hansı ki o bilirsizdə dollar Bretton Woods anlaşması olub, qızıla tənzimlənib. Ancaq o hər ikinci dünya müharibəsində çox pula ehtiyac duyuldu. Sonra soyuq müharibə getdikcə biraz daha artıq absurd pul çap eləməyə başladılar. Sonra 2008 krizi oldu, biraz da çap elədilər və hal-hazırda dünyada absurd, yəni heç bir backup olmayan ABŞ dolları var və bütün bu ABŞ dolları sahibləri hamısı bilirlər ki, bu dolları çıxartmaq lazımdır əldən. Və yetəri qədər əlvan metal yoxdur ki, gedim bunu dəyişim. Ona görə də bu pulu ən yaxşı şəkildə optimal istifadə etməyin variantı bunu xərcləmək lazımdır. Doğrudur, investisiya etmək lazımdır. Bunun üçün ən yaxşı yolu gedib hansısa bir productivity-si olan bəli bir biznesa, yəni bir hissə sənədi almalıyam, belə deyək. Yəni dünyada ümumiyyətlə kapitalizm biraz update olub, investment kapitalizminə keçib. Sadəcə bizə hələ bank kapitalizmi təzə gəlib çatdığı üçün biz hələ tam hiss eləmirik investment. Niyə məsələn bir insan niyə harasa 1 milyon, çox da deyil, əslində investment nöqteyi-nəzərdən 1 milyon investisiya eləsin. Yəni insanlar bu tam olaraq aydın deyil onlara. Sadəcə çox pul var yer kürəsində. İnanılmaz çox. Abşeronlar var. Şəxslər də var. Bir də mən bir şey soruşmaq istəyirəm. Siz bayaqlar hansısa startapdan bir nümunə gətirdiniz IT sahəsi ilə bağlı. Mən məsələn məlumatlı deyildim, Nihat da həmçinin. Tutaq ki, burada hal-hazırda bizim bilmədiyimiz çoxlu startap layihələri ola bilər. Var, çox yaxşı startaplarımız var. Amma çox geniş kütləyə gedib çıxa bilmirlər. Səbəb nədəndir ki, biz onun haqqında məlumatlı deyilik. Halbuki biz özümüz də axtarışı və yeniliyi sevən biriyik. Startapın geniş kütləyə çıxması və tanınması üçün nələr olmalıdır bəs? Ya əslində çıxan belə olur ki, startaplar ümumiyyətlə yerli startaplar bir balaca inkişaf eləyəndən sonra çalışırlar ki, xarici ekosistemlərə getsinlər. Çünki orada məsələn Estoniyada çox daha yaxşı infrastruktur var. Ona görə də onların fokusu Azərbaycan olmadığı üçün biz Azərbaycanda oturub belə deyək, normal kütlə çox da məlumat olmur o startaplar haqqında. Deməli biraz bəhrə verən kimi xarici çıxır. Bəli, mən onu başa düşürəm, naturaldır onlar üçün. Yəni business mindset-i ilə düşünürlər və onlara ən yaxşı tutaq ki, harda inkişaf etmə şansı, fürsəti varsa onu dəyərləndirirlər. Bu tamamilə naturaldır, yəni. Eyni ilə lazımdır ona görə, amma yerli startaplarımız var ki, Azərbaycanda da fəaliyyət göstərirlər və həqiqətən də yaxşıdırlar, inkişaf eləyirlər. Bu həm fintech sahəsində var, həm tutaq ki, bax dediyim kimi AI sahəsində var, edtech sahəsində var. Yəni var ölkədə startaplar. Sadəcə niyə biz görmürük? Hər halda dediyim kimi müəyyən miqdarda getməyə çalışırlar və bacarırlar da getməyi.
Çünki o vision var, qabiliyyət var, savad var. Həmin ölkədə görəndə wow, of course, gəl. Ona görə yəni çox da olmur. Amma var, yəni yaxşı startapçı, yəni həqiqətən bacarıqlı gənclərimiz, hətta artıq gənc deyillər də, yəni o qədər təcrübəli Müəyyən bir yaş startapçılar. aldılar. Hə, yəni o qədər təcrübəli startapçıdırlar. Onların haqqını yemək olmaz yəni. Startap qurmuşam, mən onun planını, konkret bir plan varmı ki, o plan üzərindən addımlayım və yaxud elə bir addım varmı ki, mən olayım ki, onu edim ki, startapım uğurlu olsun. Hazır bir şablon və yaxud etməli olduğum bir şey var. O ki, mənim alətlərim var, ideyam var. Nə edəcəyimi bilirəm, amma bir ssenari lazımdır. Onu mən necə başlayım ki, uğurlu olsun? Ssenari ondan ibarətdir ki, birinci növbədə mümkün olduğu qədər daha çox dataya əsaslanıb, bunun həqiqətən də fürsət olub-olmadığını yoxlamaq lazımdır. Fürsət olub-olmadığını yoxlamaq amma bəs eləmir. Tutaq ki, datalar mənə deyir ki, hər şey əladır, bu işi görməlisən. Elə deyil. Mənim çox yaxın bir dənə belə deyək, bir dizayner dostum var. O mənə həmişə o keçən dəfə o misalı demişdi. Mənim həqiqətən də çox düzgün bir misaldır. Deyirdi biz bir dənə xarici bir brendə branding eləyirdik ölkədə və gözlük brendi idi. Biz çox qəşəng, inanılmaz qəşəng bir dənə loqo, branding, ad falan hər şey çox qəşəng elədik. Prosta gördük tutmadı. Çünki niyə? O şeyin brendin içində, adın içində optika sözü yox idi deyə. İnsanlar bilmirdilər ki, burada gözlük satılır da. Səsin olmasın. Bir dənə optikaya görə. Hə, yəni optika sözünün olması, orada bizim elədiyimiz, olmaması bizim elədiyimiz ən böyük səhv idi, dedi. Və ona görə də rebranding elədik. Və inanılmaz da çox xərcimiz çıxdı. Yəni o datalar bəzən bəs eləmir. Oturub bunu həqiqətən yoxlamaq lazımdır. Mümkün olduğu qədər sistemi yaradıb, platformanı, o minimum viable product yaradıb, oturub mümkün qədər user feedback almaq lazımdır. Çünki biz ilkin mərhələdə getmək istədiyimiz yerə heç vaxt getmirik. Tamamilə fərqli yönə gedirik. Çünki istifadəçi bizə deyir ki, yox mən bunu istəmirəm, bunu istəyirəm, bir balaca dəyişir. Biraz da test eləyirəm, görürəm ki, istifadəçi deyir ki, mən bundan sonra onu yox, bunu istəyirəm, ora doğru gedirəm. Və biz ona görə durmadan dəyişikliklər eləyirik. Yəni ssenari ondan ibarətdir ki, yoxlaya inkişaf etmək lazımdır və ilkin o MVP-ni mümkün olduğu qədər sadə versiyada ortaya çıxartmaq lazımdır ki, sən ilkin olaraq həm çox resursunuz getməsin, həm də onsuz da sonradan dəyişməli olsaq, 2 qat resursumuz gedəcək və dəyişəcəyik. Çox vaxt elədikləri səhv bundan ibarət olur startapçıların ki, ayda ən son versiyanı fikirləşim, özü oturur, fikirləşir, yazır, hətta tutaq ki, IT bacarıqları varsa, sistem düzəldir falan. Baxırsan ki, dostum, çox qəşəngdir. Çox qəşəng dizayn var. Çox qəşəng sistemsel olaraq da IT nöqteyi-nəzərdən softverin falan çox qəşəng işləyir. Amma yəni istifadə var, istifadəçi ki, yox. I am sorry da, yəni tamamilə səhv yoldasan. Yəni hal-hazırda bu qədər yaxşı dizayn etməyin heç bir əhəmiyyəti yoxdur. O zaman bir başa düşürəm ki, biz nəyisə startapa məncə başlamamışdan öncə biz cəmiyyətimizi araşdırmalıyıq. 100%. Cəmiyyətimiz nə istəyir? Çünki biz bəzi insanlar startapı Avropadan götürə bilər. Bu problem yoxdur. Amerikadan, oradan götürəcəksən. Yəni ən çox inkişaf etmiş yerlər səndən bir Gətirəcəksən bir ki, ölkəndə 30 il, olsun. 60 il səndən onsuz qabaqdadılar. Ondan qıra onu götürəndən sonra baxmaq lazım. Cəmiyyətimiz bunu istəyirmi? Yox, cəmiyyət buna öyrəşibmi? Və ya cəmiyyətin buna ehtiyacı varmı? Çünki indiki hər birimiz yolda gedəndə belə baxırıq. Davamında bir sualım yaranacaq. Mən tutaq ki, startapa başlamaq istəyirəm. İndi siz öz fikirlərinizi, öz tövsiyələrinizi dediniz. Bəs bunun başqa bir dəstək bir variantı var. Dövlət tərəfdən də olsun ki, mənim bir startapıma maddi dəstək olsun və yaxud da ki, bir şərait yaratsın ki, o layihə həyata keçsin və yaxud startap həyata keçsin. Var əlbəttə ki. Birinci oradan başlayaq, sonra keçim elə bir-birinə əlaqəsi olacaq müəyyən miqdarda. Cəmiyyəti araşdırmadan əvvəl o ideya bizə gəlir, o fikir bizə gəlir. Və o fikir bizə elə-belə gəlmir. Oturub düşünməklə gəlmir. Biz özümüz o problemi yaşayırıq şəxsən, olduğumuz iş yerində, atmosferdə, ailədə, məişətdə, həyat tərzimizdə. O problemi həqiqətən we feel it. Sonra o haqqında düşünməyə başlayırıq. Startapçı pitch deck hazırlayanda birinci yazır startap nədir? İkinci yazır ki, what's the problem? What's the solution? Bəli. Yəni problemi biz hiss eləməmiş olsaq, çox da önəm daşımır və investor üçün də hər hansısa bir, yəni uğurlu bir startap üçün, hər hansı, yəni investor üçün deyək, oturub baxanda ona fikirləşir ki, okey, startap okeydir, ideya okeydir, tamam,
Amma founder kimdir bəs? Təsisçi kimdir? Sən niyə bu startapı eləyirsən? Səbəb. O problemi harda hiss elədin sən? Çünki həm o motivasiya faktorudur, həm o işin içində olmaq faktorudur. Yəni çox önəmlidir. Ona görə də biz o problemi həmişə özümüz hiss eləyib, o yaşayıb onu, sonra keçib onu eləyirik. Bax, adi şəkildə Uber-i düşünək də, Uber. Əvvəlcə necə idi, nə bilim, 15 il əvvəl biz taksi saxlamaq üçün, ayda, evdən düş, əl elə, saxlasın, saxlamasın, nə bilim, uşağından, nə bilim, Hətta sizə deyim, ondan 5 il əvvələ 20 il taksidən heç kim istifadə etmir. Taksidə demək olar ki, yolun qırağında ancaq gözləyirdi. eynilə və çox baha idi. Bəli. Taksi sürücüləri üçün də müştərini tapmaq üçün ya gərək bir taksi stansiyasında durub gözləyərlər istinin altında bütün Bəli. gün, ya da ki benzin sərf eləsin, gəzsin bütün günü. Allah ümidinə belə deyək, olacaqmı, olmayacaqmı? Hər iki tərəfin problemini həll elədilər. Bitdi məsələ. Yəni ciddi bir problemi həll etmək lazımdır. O ki qaldı dövlət tərəfindən olan mexanizmalara, təbii ki var, çox yaxşı mexanizmalar var. Ümumiyyətlə İRIA bu istiqamətdə çox əlindən gələni eləyir və nəinki İRIA, böyük korporativlər, yəni şirkətlər hərə bir tərəfdən bir ucundan tutub bu problemi həll etməyə çalışır. Məsələn, beynəlxalq akseleratorlar, inkubasiyalar var ki, Azərbaycana gəlirlər. Mümkün olduğu qədər bir periodda inkubasiya proqramları həyata keçirilir. Sabah var. Sabah özü bu inkubasiyanı həyata keçirdi. Akselerator da var ki, hansı ki, belə deyək, inkubasiya akselerasiya odur ki, elə bil o bayaq dediyim yumurtanı qoyursan inkubatora cücə verir. Sonra o cücəni götürüb qoyursan akselerasiyaya sənə beçə verir. Bəli. Yəni bu mexanizmalar var təbii ki. Amma layihə uğurlu layihə olmalıdır. Ancaq layihə təbii ki, uğurlu layihə olmalıdır, amma onların da yaşadığı ən böyük problem ondan ibarətdir ki, gənc gəlir, 2 ay, 3 ay girir və təlimləri görür, sonra 3 aydan sonra da getdim, gördüm. Tutaq ki, də həm məsələn mənə qrant verdilər 1000 manat, 2000 manat. O 2000 manat təbii ki, azdır. Yəni heç nə deyil. Ona heç nə yaratmaq olmur da. Yəni adi research-u belə eləmək olmur. Cəb kredit bağlayırsınız. Yəni elə bir investisiya, əslində investisiyaların içində FFF deyə bir şey var. Friends, Families and Fools. Bəli. Ki, yəni mümkün olduğu qədər ilkin etapda ailədən, dostlardan ya da ki, foollardan bir pul götürüm, müəyyən miqdarda bir başlayım. Amma çox da yəni mən düşünmürəm ki, tərcih olunan olmalıdır. Amma ya o mexanizmalar var, bəli. Sadəcə mən düşünmürəm ki, oturub hər şeyi dövlətdən gözləmək bu yaxşı bir şeydir. Yəni çünki yəni təbii ki, dövlət mexanizmaları yaratmalıdır. Ancaq oturub hər şeyi armud piş ağzıma düş olmamalıdır. Özün çalışmalısan. Özün onsuz da çalışmalısan. Lap da ki heç Azərbaycandan pis bir ölkədə doğulmusan. Nə bilim Nigeriyada doğulmusan da tutaq ki. Bu o demək ki, sən startapçı olmamalısan. Ya da ki, sənin heç bir mexanizman yoxdur, olmamalısan. Yox, artıq bütün resurslar əl çatandılar. İnternet, süni intellekt, yəni bütün dünya artıq belə deyək də o reachable-dır hər şey. Sən bunu bəli, biraz daha əziyyət çəkəcəksən Nigeriyada, ancaq gedib çata bilərsən o nöqtəyə. Sadəcə məsələn Azərbaycan çox uyğun bir ölkədir startap eləmək üçün. Çünki biz geopolitik olaraq inanılmaz gözəl bir ölkəyik. Yəni dünyada hamı ilə dost olan bəlkə də yeganə ölkə. Yəni Türkiyə, İsrail, İran, Amerika, çox əlaqəsiz ölkələrdən çox yaxşı Rusiya, kontaktımız var. hamı ilə dostluq və hamı ilə ticarət eləyirik. Və Çindən artıq Avropaya gedən bütün yüklər artıq Azərbaycandan keçməyə, yəni bu sistem gömrük bir özü elə bir startap eləyib, hətta digər ölkələr də qoşulublar bura ki, orada girən bir məhsul Avropaya qədər heç bir yəni bəyannamə əlavə eləyim, maşın dayansın, sadəcə bir X-ray-dən keçəcək, bitdi söhbət. Yəni bu nə qədər lojistika xərcini azaldır, hər şeyə çox təsir eləyir ümumiyyətlə, bütün ticarətə təsir eləyir. Yəni çox gözəl bir, uyğun bir ölkədə yaşayırıq. Sadəcə bir balaca hərə bir ucundan tutub bu innovasiya ekosistemi prosta düzəltməlidir. Və ona görə də əslində biz bu hub-ı yaratdıq ki, ölkədə birinci şey, yəni tam həm səni texniki tərəfdən sənin sistemi yaratsın, səndən co-founder olub həm biznes network-ünü açsın və biznes belə deyək, strukturunu yaratsın. Belə bir mexanizma yaradaq ki, uşaqlar ideyan var, ölməsin. Hə, oturub düşünmək ki, ayda mən nə edeyim, yaxşı ideyan var.
Nə olacaq Hardan axırı? başlayım, nə Hə, bilim. yəni gedim kreditimi alım, nə olacaq axırı? Ya da ki, bir dostum yoxdur axı mənə IT tərəfindən dəstək eləsin ki, onu da bəs eləmir də. Yəni bir nəfər IT hər şeyi, həm front, həm back, həm Hamısı edə bilməz. dizaynı, həm softverini eləyə bilməz də. Yəni iş sən bölgüsü keçməlidir. komanda lazımdır. Yəni bu ciddi bir böyük resursdur. O zaman belə başa düşdüm ki, hansısa bir gəncin və ya hansısa bir şəxsin hansı startapı varsa, oturub gözləməsin investisiya gəlməyini və yaxud Uğurlu hansısa bir komanda şey. staf heyət qurmalıdır. Bəli, staf heyəti qurmasında Vüsal müəllimə, Profit Akademik Vüsal müəllimə müraciət etsin ki, bəs Vüsal müəllim sadəcə amma sizin də yanınızda, yəni bu layihəm var deyib gəlməməli. Hə də fikrim var, gəlirəm. O fikir hamıda var. Disiplin və Sadəcə məqsədli gəlmək məqsədli gəlməli. Çünki həqiqətən biz özümüz də məsəl üçün fikirləşirik ki, kimsə nəsə bir şey etmək istəyirsə, ağlına cəlb etməməli. Bunu araşdırmalıdır. Bu tutar yoxsa tutmaz. Bunu layihəni hiss eləməlidir. O layihəni Tamamilə. həqiqətən nəfəs almalı. Məsələn biz bu Günel xanımla bu layihəyə başlayanda podkastda mən bunu Günel xanım ilk deyəndə Günel xanım qayıtmadı ki, mənim də ağlımda belə bir fikir var məsəl üçün. Qayıtdım Günel xanımla məndə biz həqiqətən bu yaşadıqda bu hissi ki, bu olmalıdır, bunu etməliyik. Səbəb nədir? Dəstək olma, həqiqətən maariflə Sosial sizin kimi məsuliyyət, fayda vaxt yaratır. və sizin dəyərləndirmə. kimi insanlarımızı dəvət etmək, həqiqətən gənclərimə göstərmək istəyir ki, var. Oturma. Sadəcə hərəkət elə, tapacaqsan. Biz də bu yolda bir dəstək olmağa çalışırıq. Sizə bir dənə belə sual verim. Hansısa bir startap və ya hansısa bir layihəniz varmı ki, o uğursuz olub və ona görə heyfslənirsiniz və uğursuz olsa nə üçün uğursuz olub? Tövsiyə nə edə bilərsiniz ki, mən bu layihədə bunu etdim, səhv etdim, uğursuz etdim. Siz məsələn bunu etməyin. Ümumiyyətlə ölkədə elə mənim özümün şəxsi. Bəli, sizdən soruşuram. Sizin öz şəxsi təcrübənizdən. Yox, bəlkə ümumi olsun, ümumiyyətlə. Ola bilər. Ya ümumiyyətlə həm şəxsi təcrübəmdəki ən önəmli biznes mənim təcrübəm ondan. Sizə pis əsər ki, o uğursuz oldu məsəl üçün. Etdiyiniz səhv yadınızdadır mı? Bu ümumi olaraq deyəcəm ki, bax bu belə bir mən özüm də bunu eləmişəm və hələ də bunu belə deyək, üstündən gəlməyə çalışıram ki, bu səhvləri öz biznes həyatımda eləməyim. Çox mərhəmətli olmaq. Bu ən birinci, inanılmaz çox əziyyətini çəkmişəm, hələ də çəkirəm və yəni özümlə çox mübarizə aparıram ki, bu belə olmamalıdır. Bəzən masaya yumruğu vurmaq lazımdır. Jean-Jacques Rousseau mən çox sevirəm. Bəli. Onun deyir ki, hər ölkədə demokratiya ən optimal idarə etmə üsulu deyil. Ümumiyyətlə demokratiya optimal idarə etmə üsulu deyil. Sadəcə tanrıların yaşadığı bir yerdə tamamilə demokratiya yaxşı idarə etmə üsulu ola bilər. Yəni iş strukturunda komandanın içində çox mərhəmətli olmaq, bütün azadlıqları təmin etmək, bu heç də yaxşı yerlərə aparmır. Bu disiplinsizliyə aparır, bu sistemin olmamasına aparır və böyük problemdir. Ümumiyyətlə birinci mənim düşüncəm bundan ibarətdir ki, yəni oturub düzgün, biznes planı yazması həm də o yazılması həm də ona görə çox önəmlidir. Ki, yəni sən dəqiq KPI-ların var. Bu KPI-yə çatmadınsa, deməli nə isə dəyişməlisən. Ya bitdi, bu KPI-yə çatmadım. Ayda bu uşaq mənim çox yaxın dostumdur. Onunla nə bilim belə olsun. Ya da ki, nə bilim o yaxşı IT eləyə bilmir, amma öyrənər də inkişaf eləyər. Yox, qardaşım 3 ay sonra bu KPI-yə çatmalısan. Bunun qaçışın yoxdur. Əgər sən bir nəfərə görə bu qədər insanın, yəni bu qədər sistemi riskə atmamalısan, bu ən birinci faktordur. İkinci, ölkədə ümumiyyətlə uğursuz olan startaplar çoxdur. Uğursuz olan deyəndə belə deyək, davam eləməyən deyək. Davam eləsə uğurlu olacaqdır. Onların ən böyük problemləri investisiya. Orada investorların özlərini günahlandırmaq olar. investorların özünü. Mən keçən dəfə bir dənə dostum göndərdi. Airbnb-in deməli founderını göndərib. Airbnb founderu deyir ki, bu ümumiyyətlə çox var da bu motivasiya faktoru şeylər sosial şəbəkələrdə. Mən 6 dəfə investorlara müraciət elədim. 6-sı da mənə yox dedi. Sonra 7-ci də getdim. Mən filan. Yəni bu çox yaxşıdır ki, yəni müqavimətkar olmaq lazımdır. Təbii ki, bu belə olur. Amma mən həmin dostuma dedim ki, Sadiq, yəni bu 6 dəfə müraciət eləyəndə bu o demək deyil ki, buna baxan o investorun 6 dənəsinin 6-sı da axmaq olub və bunu görməyiblər. İnvestor onsuz da axtarır, scout edir bütün günü ki, qardaş ideya olsaydı, mən startap olsaydı, daha doğrusu mən investisiya eləyərdim. Yəni bu böyük ehtimal hər o investora gedəndə bir səhvi var. Gedib bir səhvinə görə biri fail eləyib, digərinə görə o fail eləyib və 6-7-nə yavaş-yavaş düzəldə, 7-ci də tutub.
Getdi öz səhv tapılmayıb. Hə, yəni investor da təbii ki, ola bilər, görməyə bilər onu, vision olmaya bilər. Ancaq o sektor agnostik investorlar var da ki, qardaş, mənim üçün maraqlı deyil ki, sən tutaq ki, EdTech-də təhsil sənayesində çox absurd irəli getmiş bir əla startapın var, pul qazanır, MRR əladır filan. Çox da yaxşı təklifim var. Amma mənim üçün maraqlı agritech-dir. Yəni tamam mənim pulum var, amma yəni bilmədiyim sektora girmək istəmirəm. Yəni. Eyni elə və ya olmayan investisiya şirkətləri, nə bilim venture kapital VC-lər falan var ki, hə onlar deyirlər ki, hə biz baxırıq görək, yəni startap qəşəngdirsə, hə we go for it. Yəni burada oturub məncə investor günahlandırmamalıyıq. Çünki investor deyilən bir şey bir dənə deyil, ya da ki bir dənə şirkət deyil. Yəni bunda alınmadısa digərində, digərində alınmadısa digərində. Yəni bu çox uzun bir prosesdir də. Yəni çox insana müraciət etmək lazımdır o investisiyanı almaq üçün. Və əslində bizim məsələn bu nöqtədə çox yaxşı işlərimiz var ki, biz onu çox yaxşı reachable eləyirik gənclər üçün. Ümumiyyətlə sadəcə Hubble nöqteyi nəzərdən yox, hal-hazırda hər hansısa bir startap var və onların tutaq ki, global expanding eləmək istəyirlər və investisiyaya ehtiyacı var. Biz onlara çox yaxşı şəkildə investment scouting eləyə bilirik. Bu o demək deyil ki, investisiya hökmən alınır yoxsa alınmır. Bu çox faktordan asılıdır. Ancaq o marağı ən azından bura gətirməyə bacarmışıq. Dediyim kimi bir neçə ölkədən, fərqli strukturlardan ki, belə deyək, o ingilis dilində deyilir, diverse bir belə deyək, CV-miz olsun bu istiqamətdə. Yəni oturub investoru məncə günahlandırmamalıyıq. Oturub mən həmişə hər şeydə özüm deyirəm ki, bir problem baş verdisə, günah 100% məndə olsun, məndədir. Ki mən nəyisə dəyişib onu düzəldə bilim də. Oturub fikirləşsəm ki, ay da bu podkast pisdir, nə bilim falan, Nihat belə pis oğlandı, yaxşı eləmədi falan. Oturub onu dəyişə bilmərəm də. Özümün haqqında amma nəyisə dəyişib update edib ona uyğunlaşa bilərəm. Ona görə düşünmürəm ki, investorlar görmədikləri olur. Hələ önlü olmaq lazımdır və də açığı tapmaq lazımdır ki, problem kimdədir, bəlkə elə özümdədir. Eyni elə, mümkün qədər özünü update eləməlisən. Yəni Həm özünü, həm startapı, həm layihəvi. Mümkün alətləri dəyərləndirmək lazımdır startap həyata keçməsi üçün tutduğunu qoparasan. Əgər məsəl üçün həqiqətən Vüsal müəllim siz o layihənizi danışanda mən çox xoş oldum mənə ki, hansısa bir gənc və ya bir şəxs evdəsə, startapı varsa, investisiya gözləməyinə artıq ehtiyac yoxdur. Yəni sizə gəlsə, müraciət etsə, amma qeyd etdiyimiz sizə gəlmək üçün də yəni həqiqətən həmin startapı araşdırmalı, hər bir şeyini yazmalıdır ki, qeyd etməlidir ki, Vüsal müəllim, mənim bu layihəm budur. Digərlərində inşallah ki, siz kömək olacaqsınız. Yəni təbii ki, 100%, ancaq yenə də məsələn mən yoxam, ya da ki Hubble yoxdur, ya da ki heç nə yoxdur. Oturub gözləməsinlər. Dayanmamaq lazım. Rod Judkinson yaradıcı düşünmə sənəti kitabında deyir ki, təcrübəsizliyin özü bir təcrübədir, ondan istifadə etmək lazımdır ki, yeni bir unikallıq tətbiq eləyəsən. Yəni mütləq təşəbbüskarlıq və istək olmalıdır ki, sınayasan. Yəni loser olmayan insan heç vaxt winner ola bilməz. Yəni heç bir winner loser olmadan ora gəlib çatmayıb da. Yəni ilk atışda I'm a winner. Var, bəzi insanlar var ki, kral doğulurlar. Yəni nə bilim məsələn, mən bunu həmişə mən çox belə dəli Fənərbağçıyam. Mən dəli Beşiktaşlıyam. Lap yaxşı. Yaxşı Qalatasaraylıyıq. O Fənərbağçanın bir dənə başqanı var, Ali Koç. Mən həmişə ona deyirəm. Yəni bu adam kral doğulub. İndi də başını buraxmaq, uğursuzdur Fənərbağçadan, amma başını buraxmaq istəmir də. Yəni o kral doğulub. Yəni o bilmir də, losing hissi yoxdur onda. O istəmir o elə bir şey olsun. Amma o şəxsi də mən bir tərəfdən qınamıram ki, yəni o öz loserlığını görür. Loserlığını gördüyü üçün də hər dəfə update edir, hər sezon. Bu da söhbət bu da futboldan getmir. Hər sezon başqa bir şey olsun, layihə olsun. O loserlığını görür. Əsas o loserlığını görmək lazımdır. İnsan və loserlığını görmür davam edir. Eyni şey davam edir. İsrarla eyni səhvə davam edir. Görmək istəmir. Mən bundan qabaq podkastda hər bir futbolda məsələ gətirdim. Bu dəfə siz məsələ gətirdiniz. Yəni bir insan dayanmadan loser belə olsa, onu update edirsə, düzdür, bəlkə gecə olacaq. Amma dedim, müqavimət lazımdır. Deyirsə 6 dəfə getdi qapıya, 7-cidə məsəl üçün investor aldı. Bu da onun kimi oldu. Düz ola bilər bir 14 ildir siz investor eləməyə çalışırsınız Fənərbağçı olaraq. Alsın, amma bu amma inşallah ki ümid edirəm ki, sizin də üzləriniz gülər. Ümid edirəm. Ya o mənim belə bir həyat prinsipim var özüm üçün. Bəlkə də o məsələn 6-dan 7-də yox, bəlkə də heç vaxt nail olmayacağam istəklərimə. Amma istəmirəm ki, dünyamı
dəyişdiyim an, o gözümü ki yummadan öncəki o 1 dəqiqədə Bəli. fikirləşim ki, kaş yoxlayardım. Kaş sözü Hə, yəni yoxladım, olmadı. Ürəyim tamamilə rahatdır. Məğlub olmuşam, ancaq peşman deyiləm. savaşaraq ən azından Eynilə. əməyimi qoymuşam. Eynilə. Məğlub olmaq mənim üçün heç bir problemi yoxdur. Yəni onsuz da hal-hazırda da, yəni hər actionımda mən məğlub oluram, 11-cidə tutuzdururam. Növbəti 10 dənəsində yenə də uduzuram. Sonra 11-cidə Bəli. olur. Yəni o olur. Olmasa da ən azından ürəyim rahatdır ki, səhv Mən elədim, etdim. oldu, mən elədim, olmadı, mən səhv elədim. Yəni nə bilim, hər hansısa bir elədim, yoxladım, alınmadı, it's okay. Ən pisi yoxlamamaq. Eynilə, ən pisi peşman ölməkdir. Yəni peşman ölmək istəmirəm sadəcə yəni. Bir daha buradan gənclərimizə bildirirəm ki, çox xahiş edirəm, oturmayın, dayanmayın. Nə layihəniz var, startapınız varsa, Vüsal müəllimə müraciət edə bilərsiniz. Bizə də müraciət edə bilərsiniz. Vüsal müəllim tapmasanız biz sizin üçün əlaqəli şəxs ola bilərik. Əsas o ki, dayanmayın, öyrənmək Hərəkət istəyin. edəndə networking öz gücünü göstərəcək və mütləq nəsə gəlib sizi tapacaq. Hərəkət edin. Vüsal müəllim, təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun dəvətiniz üçün. Çox maraqlı oldu. Çox maraqlı oldu. İnanın, vaxtımız biraz da kifayət qədər olsaydı, mən sizlə başqa suallar da danışmaq istəyirəm. Mövzu geniş Mövzu çox geniş mövzudur və gələcəkdə də mütləq şəkildə sizi gözləyirik. Onsuz podkastdan qabaq başlamışdıq. Podcast başlamışdıq. İnşallah ki, gələcək buraxışlarda sizi Podkastın gözləyirik. sonra davam edəcəyinə əminəm. İnşallah. To be continued. 100%. Az sonra gözləyin. Oldu Sağ olun. yoldaşlar, hələlik. Hələlik.